Salam dəyərli izləyicilər, belə bir qəbul sualının izahına baxaq. Uzunluğu 40 sm olan uzanma hesabdan asılmış maddi nöqtə tarazlıq vəziyyətindən 60 dərəcə bucaq altında kənara çəkilib buraxılır. Tarazlıq nöqtəsindən keçərkən hansı sürətə malik olur? Bu məsələni həll etmək üçün ilk öncə biz bilməliyik ki, cisim müəyyən, yəni tarazlıq vəziyyətində müəyyən meyl etdirdikdə, müəyyən, yəni buranı 0-cı səviyyə seçsək, bircə dəqiqə, buranı 0-cı səviyyə seçsək, tarazlıq nöqtəsini 0-cı səviyyə seçsək, tarazlıq nöqtəsində müəyyən bir H hündürlüyə qalxacaq. Daha sonra bu H hündürlükdə potensial enerji tarazlıq vəziyyətinə keçən anda kinetik enerjisinə çevriləcək. Yəni, enerji saxlanma qanununa əsasən belə yazacağıq. M V kvadratı bölünsün 2 bərabərdir mg h-a. Buradan alınır ki, V kvadratı bərabərdir kök altında 2j-h. Bunu bir not olaraq qeyd edək. V bərabərdir kök altında 2j-h. Bizə lazım olan h-ı tapmaqdır. H-ı tapmaq üçün nə etmək lazım? Çünki j-nin qiyməti verib 2. 2-ni vuraq j-yə və h-a vursaq, nəticə etibarilə biz v-nin qiymətini almış olaraq. İndi L-in qiyməti 40 cm-dir. L-in qiyməti 40 cm-dırsa, bura 60 dərəcədir, bura isə 30 dərəcə olacaq. Bunu da qeyd edək. Əgər bura 30 dərəcədirsə, bura 40 cm-dirsə, 30 dərəcəli bucağın qarşısındakı katet hipotenuzun yarısına bərabər olacaq. Yəni, bura 20 cm olacaq. Bura 20 cm olduğundan h da 20 cm olacaq. Deməli, h da 20 cm olduğundan və h bərabərdir 0,2 metr yaza bilərik. Onu da yerinə qoysaq, v bərabərdir kök altında 2 vurulsun 10, vurulsun 0,2-yə. Nəticə etibarilə cavablı alınacaq. 2-yə 0,2 vuranda 4, 0,4, 0,4 10-a vuranda 4, kök altında 4 də 2 olacaq. Yəni, cavab olur 2 metr bölünsün saniyə. Bəyənib abunə olmağı unutmayın. Çox sağ olun.